Ötən il gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər olub. Qanunvericilik bazasında bu istiqamətdə tətbiq olunan yeni mexanizmlər sayəsində erkən nikah və məişət zorakılıqlarının sayında azalma müşahidə olunur. Məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. Son dövrlərdə gender bərabərliyi sahəsində müsbət dinamika müşahidə olunur. Qadınların idarəetmə və qərar qəbul etmə proseslərində iştirak səviyyəsi artıb. Milli Məclisdə bu barədə müzakirələr aparılıb. Fəaliyyət planı və qaydalar təsdiqlənib, nəticədə zorakılığın bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirildi. Zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi. Zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyalar sərtləşdirildi. Zorakılıq hallarının şəhidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha da gücləndirildi. Gender bərabərliyi və məişət zorakılığı ilə bağlı dəqiq təhlillərin aparılması üçün aidiyyatı yerli strukturların fəaliyyətinin gücləndirilməsi vacib hesab edilir. Gender qanununun təhlili ilə bağlı hər qurum özündə bu təhlili aparsın. Biz nə görürük? Doğrudan da əgər ilk ildə bizim qoyduğumuz suallara o qurumlar cavab tapa bilmirlərdirsə, bizə o hesabatı verə bilmirlərdirsə, indi artıq onlarda da ixtisaslaşmış insanlar var ki, hansı ki, gender qanunun icra olunması ilə bağlı bizim o sualları cavablandıra bilirlər. Qadınların peşə fəaliyyətində mövcud tendensiyaların dəyişdirilməsi də təklif olundu. Humanitar sahə deyəndə ilk növbədə qadın gözümüzün önünə gəlir. Yaxşı, həmin qadın deyək ki, nəyə iqtisadiyyat sahəsində müavin ola bilməsin, çalışa bilməzmi? Axı iqtisadçı nə qədər gözəl təhsil almış qadınlarımız var deyək ki, və yaxud hüquq sahəsində və yaxud digər sahələrdə. Həqiqətən də bu tendensiyanı da dəyişməyə yəqin ki, vaxtı çatmışdır. O da qeyd olundu ki, ötən il qadına nikaha məcbur etmə faktı qeydə alınmayıb. Günay Bünyatzadə, İlkin Tağıyev, Röya Bənənyarlı, ASTV Xəbər. Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi. Küləkli hava nə vaxta qədər davam eləyəcək? Sinoptiklərin proqnozu az sonra.